Hər kəsə yenidən salamlar. Gəldik çıxdıq xilafət ayəsinə həsr etdiyimiz bu maraqlı silsiləmizin 4-cü və sonuncu hissəsinə. Bəli, çox sürətli və maarifləndirici bir yol gəldik. Xəlifə sözünün bəşəriyyətə aid olduğunu, mələklərin o heyrətamiz sualını və cəil sözünün qrammatik sirrini öyrəndik. Amma sən keçən hissənin sonunda iddiaların bəlkə də ən fəlsəfi olanına toxundun. Elədir. O iddia nə idi? Deyirlər ki, ayədə Allah özü şəxsən mən yer üzündə bir xəlifə bərqərar edəcəyəm deyir. Yəni, işi öz üzərinə götürür. Buradan da belə bir nəticə çıxarırlar ki, xəlifəni, yəni imamı yalnız Allah təyin edə bilər. İnsanların özlərinə xəlifə və ya rəhbər seçmək haqqı yoxdur. Bəli, yəni Allah edirsə biz qarışa bilmərik məntiqi. Səsləniş etibarilə çox təslimiyyətçi və dindar bir yanaşma kimi görünür. Buna necə cavab vermək olar? Quranın öz dili ilə. Əgər biz bu məntiqi, yəni Allah edirsə insan edə bilməz məntiqini mütləq bir qanun kimi qəbul etsək, çox gülünc və xətalı nəticələrə vararıq. Gəl sənə 2 sadə misal çəkim. Nəhl surəsi 72-ci ayədə Allah buyurur: Allah sizin üçün özünüzdən zövcələr, yəni həyat yoldaşları yaratdı. Cəələ. Ayədə yenə cəələ feili var. Bəli, indi bu ayəyə baxıb deyə bilərikmi ki, zövcələri Allah yaradır və təyin edir. Ona görə də insanın özünə həyat yoldaşı seçməsi haramdır? Təbii ki, yox. Hər kəs öz həyat yoldaşını, zövcəsini özü seçir. Allahın bir şeyi etməsi insanın o sahədəki iradəsini və seçim hüququnu əlindən almır. Doğrudan da çox sadə və məhvedici bir misaldır. Başqa belə ayədə var? Əlbəttə. Məryəm surəsi 7-ci ayəyə baxaq. Allah Zəkəriyyə peyğəmbərə xitab edərək deyir: Ey Zəkəriyyə, biz səni Yəhya adlı bir oğulla müjdələyirik. Bundan əvvəl bu adı heç kimə verməmişik. Allah özü ad qoyur. İndi buradan belə bir hökm çıxara bilərikmi ki, insanların öz övladlarına ad qoyması haramdır, adları ancaq Allah təyin etməlidir? Xeyr, əlbəttə ki, məntiqsizlik olar. Ay sağ ol. Deməli, Allahın mən xəlifə bərqərar edəcəyəm deməsi insanların da şura ilə, məşvərətlə özlərinə xəlifə və ya rəhbər seçməsinin qadağan olması demək deyil. Bu sadəcə Allahın bəşəriyyəti yer üzünə hakim qılması senarisinin elanıdır. Çox aydın oldu. Bəs əhli sünnə alimləri, məsələn, məşhur təfsirçilər bu ayəyə necə baxırlar? Onlar bu ayədən siyasi və ya idarəçiliklə bağlı heç nə çıxarmırlar? Çıxarırlar, həm də necə? Lakin məsum imamın göydən təyinatı kimi yox, cəmiyyətin bir rəhbərə olan təbii ehtiyacı kimi. Məsələn, böyük müfəssir Əl-Qurtubi özünün Əl-Camili Əhkamil Qur'an kitabının 1-ci cildində bu ayəni şərh edərkən çox möhtəşəm bir yekun vurur. Nə yazır Əl-Qurtubi? O deyir ki, bu ayə bir imam və xəlifənin təyin olunmasının əsasını təşkil edir. Ümmətin birliyi təmin olunsun və hökmlər icra olunsun deyə ona itayət olunmalıdır. Xəlifənin təyin olunması vacibdir. Çünki onsuz cəmiyyətdə qənimətlər bölünməz, ədalət bərpa olunmaz, hədd cəzaları tətbiq olunmaz. Yəni, Əl-Qurtubi demək istəyir ki, ayə bizə bir idarəçilik institutunun, dövlət başçısının vacibliyini öyrədir. Bu başçı isə məsum olmaq məcburiyyətində deyil, sadəcə ədaləti qoruyan, ümməti bir yerdə tutan bir xəlifədir. Tamamilə belə və o xəlifəni müsəlmanlar şura ilə, öz iradələri ilə seçə bilərlər. Mələklər qan töküləcəyindən narahat idilər. Allah isə insana iradə verib, xəlifə etdi və bu yer üzündə nizamı qorumaq üçün rəhbərliyi, idarəçiliyi, şəriəti göndərdi. Həqiqətən də hər şey öz təbii, məntiqi yerinə oturdu. Xəlifə tək bir fərd yox, bəşəriyyətdir. Mələklər o bəşəriyyətin xəta potensialını gördülər. Qrammatika sübut etdi ki, burada kəsintisiz bir təyinat zinciri yoxdur və nəhayət Allahın yaratması bizim seçimimizi əlimizdən almır. Bu 4 hissəlik silsilə mənim üçün böyük bir aydınlanma oldu. Mən də sənə və bizi dinləyən hər kəsə təşəkkür edirəm. Quranı parçalayaraq yox, onun daxili bütünlüyünə, dilinə və məntiqinə hörmət edərək oxuduqda həqiqət özü günəş kimi parlayır. Yeni araşdırmalarda görüşənədək özünüzdən müğayət olun. Hələlik. Hələlik.